14 yaşlı yeniyetmə evdən qaçdı. Daha bir gənc evi tərk etdi kimi xəbərlər son zamanlar tez-tez qarşımıza çıxır. Valideynlərin bir çoxu övladları ilə düzgün ünsiyyət qurduğunu, onları anladığını düşünsə də, lakin yanlışlıqlara yol verirlər. Nəticədə xoşagəlməz durumlar yaşanır. Əlbəttə ki, əsas məqamlardan biri də mühit, cəmiyyət amilidir. İnsan cəmiyyətdə formalaşır, olduğu mühitlərdə bir fərd olaraq öz doğru və yanlışlarını müəyyən edir. Psixoloq Aytən Ələkbərova deyib ki, bəzi yeniyetmələr özünü həmyaşıdları ilə müqayisə edir. Bəzən gəlib oturduğu ki, mənim sinif yoldaşım da bütün günü TikTokdadır. Hətta anası çox gözəl tanınmış TikTokerdir. Sanki bununla bir fəxr etmələr başlayır. Mən filankəs TikTokerin övladı ilə oturub dururam. Bu düşüncələri belə yaradanda valideynlər çarəsiz vəziyyətdə, uşağım yeniyetmədir. Birdən manipulyasiya etməsi qarşılığında, sənə bunu icazə verirəm düşüncəsində təbiidir ki, bir də baxırıq ki, uşaqlar yanlış yoldadırlar. Mütəxəssis qeyd edib ki, bir çox valideyn yeniyetmə övladına qadağa qoysa da özləri həmin nüanslara əməl etmir. Uşaq da söylüyor, sənə olar, mənə olmaz. Sanki ana-atası ilə bəhsə girirlər. Yeniyetmələrə doğru ilə yanlışı bu sənə olmaz, icazə vermirəm deyib keçərək yox, başa salmaq lazımdır ki, qadağa edilən məsələlər niyə səhvdir və o gənc yaşına çatdıqda artıq məsuliyyət hissinə sahib olur. Valideynlərin övladlarına bir fərd kimi yanaşması, onları sevməsi, dinləməsi, tanıması və dost kimi davranması çox önəmlidir. Əks təqdirdə yeniyetmələr ailəsindən uzaqlaşaraq sevgini başqa qapılarda axtaracaqlar və cəmiyyətdə xoşbəxt ola bilməyən bir insan formalaşacaq. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Misya TV.